süfrə mədəniyyəti ilə bağlı yazılmış və yazılmamış nə qədər etiket qaydaları mövcuddur. Ümumiyyətlə, süfrə arxasında necə davranmalıyıq? Doğru bildiyimiz yanlışlar hansılardır? Məhz bugün bunlardan danışacağıq. Süfrə düzülüşü necə olmalıdır? Yeməklərin yeyilmə qaydası necə olmalıdır? Bax, bütün bu suallara qonağımız Vüqar Orucovla aydınlıq gətirəcəyik. Xoş gəlmisiniz Vüqar bəy. Xoş gördük Nəvin xanım. Gəlin başlayaq. Süfrə düzülüşü necə olmalıdır? Süfrə salınmalıdır. Yoxdursa da Amerikan örtüklərdən istifadə edə bilərik. İlk növbədə süfrəyə nə qoyulur? Duz, istiot. Duz girişə yaxın olmalıdır. Yəni duzla qarşılayırıq qonağımızı. Ən birinci süfrə boşqabı qoyulur. Bu boşqabların ölçüsü ortalama 24-27 santidir. Boşqabın sol hissəsində çəngəl dəsti qoyulur. Boşqab 1 santi masadan kənarda, çəngəldə onun kimi boşqabdan 1 santi, 2 santi kənarda qoyulur. Boşqabın sol tərəfində çəngəl dəsti, boşqabın sağ tərəfində bıçaq dəsti qoyulur. Əsas boşqabın yuxarı sol hissəsində çörək üçün kiçik boşqab, yağ və souslar üçün yağ bıçağı qoyulur. Bıçaqların kəsən hissəsi həmişə boşqaba tərəf olmalıdır. Mütləq şəkildə boşqaba tərəf olmalıdır. Mərkəzi boşqabın yuxarı sağ hissəsində içkilər üçün bakallar qoyuruq. Çəngəl dəstindən sol tərəfdə salfet qoyuruq. Salfeti bəs necə istifadə eləməliyik? Masaya əyləşən kimi salfet açılmalıdır. Bu proses belə demonstrativ şəkildə belə olmalı deyil. Çox sakit şəkildə, səliqəli şəkildə açılır. Bunu bu qaydada buradan asmaq olmaz. Sol dizin üstündə olmalıdır. İçkilərdən mütləq və mütləq şəkildə öncə dodaqlar qurulanmalıdır ki, dodağımızda olan yemək və yağ ləkəsi bakalın üstündə qalmaz. Bu boşqab gerdə bundan sonra gələn bütün boşqablar üçün bir çərçivə rolunu oynayır. Başlamamışdan masada olur, süfrə düzülüşündə, desert varsa da onda da qalır. Yəni ziyafət tam bitmirsə də, kofe, çay gəlmirsə də bu qalır burada axıra qədər. Bizdə toylarda bunun üstündə yemək yeyirlər. O qəti şəkildə düzgün deyil. Bəs hansı bakal, hansı içki üçündür? Bu qırmızı şərab üçün bakaldır. Aşağıdan tutulur 2 və ya 3 barmaq. Bunun səbəbi nədir? Birincisi estetik görünüşü, ikincisi bizim əl ləkələrimiz bakalın üstə çıxmasın və ən vacibi çaxır masaya 16-18 dərəcə istilikdə verilib. Bizim bədən temperaturumuz 37-dir. Biz bunu bu cür tutsaq çaxır isidəcək və onun dadı dəyişir. Ağ şərab üçün bakaldır, daha ensizdir. Ağ çaxır həmişə süfrəyə soyuq verilir, böyük bakalda tez isinməmək üçün. Qazlı şərablar üçündür. Sadə deyimlə desək, şampan üçün nəzərdə tutulub. İtalyan tündləşmiş çaxır, ağ şərab onun üçün verilir və kokteyllərdə istifadə olunur. Martini bakalı sadə dildə desək. Əlimizdəki bakal konyak üçün bakaldır. Yeganə bakaldır, tövsiyə olunur ki, bu şəkildə tutulsun. Konyak bədən temperaturunda içilməlidir. Biz əlimizlə öz enerjimizi, istiliyimizi ötürürük buna. Hərəkət etdiririk, dadı açılır və temperaturu bir qədər yüksəlir. Su və şirələr bunda verilə bilər. Yerinə görə alkoqollu, tünd alkoqollu içkilər də verilə bilər. Barmenlər buna rocks deyirlər. Düzdür, klassik rocks deyil, amma ki viski də verilə bilər. Yerinə görə qat-qat olan alkoqollu kokteyllər də verilə bilər, şirə də verilə bilər. Bəs süfrə düzülüşündə maksimum neçə bakal görməliyik biz? 4. Qazlı və qazsız su üçün bakal, ağ şərab bakalı, qırmızı şərab bakalı və meyvə su, şirin sular üçün. Vüqar bəy, hansı yemək necə yeyilməlidir? Toyuq, balıq, kabab, şorba, fast foodlar əllə yeyilməlidir, yoxsa çəngəl bıçaqla? Fast food əgər fast food məkanda yeyilirsə də əllə yeyilməlidir. Pizza məsələn, restoranda sifariş verirsinizsə də əllə yemək səhv sayılmır, amma daha düzgün olar ki, onu çəngəl və bıçaqla yeyəsiniz. Bəs kababı necə yeyək? Eyni qaydada steak üçün nəzərdə tutulan çəngəl bıçaq vasitəsilə yeyilməlidir. Süfrəyə alça da verilsə, o da çəngəl bıçaqla yeyilməlidir. Bəs düyü necə yeyilməlidir? Bəzi ölkələrdə onu əllə yeyirlər, bəziləri qaşıq, bəziləri çəngəllə. Necə olmalıdır, doğrusu necədir? Qida mədəniyyəti, süfrə etiketi hər bir xalqın öz mədəniyyətinin, ənənəsinin bir hissəsidir. Məsələn, Avropa mədəniyyətində düyüdə çəngəl və bıçaqla yeyilir. Burada bir məqam var ki, düyüyə bu çəngəli batırmaq düzgün deyil. Bu şəkildə götürülüb bıçaqla düyü onun üstünə gəlməlidir. Yaxın Şərqdə, Mərkəzi Asiyada yeməklər əllə yeyilir. Bu da onların mədəniyyətinin bir hissəsidir. Çin, uzaq şərq ölkələrində düyünü də yemək çubuqlarından yeyirlər. Bəs çörəyi? Çörək süfrədə baş rolda olmalı deyil. Yəni filmin qəhrəmanı olmalı deyil. Bu köməkçi bir
rolda olmalıdır. Yəni qarnir kimi müəyyən yeməklərlə yeyilə bilər, müəyyən yeməklərlə yeyilməli deyil. Çörək dilimlə ya porsiyon verilibsə də onu götürüb dişləmək düzgün tons hesabı olunmur. Birinci olaraq süfrəyə verilir soyuq qəlyanaltı, ardınca isti qəlyanaltı, menyuda şorba varsa şorba verilir. Şorbadan daha sonra isti yeməklər verilir, ən sonda desert verilir. Bu isti yeməklərində özünün verilmə ardıcıllığı var. Süfrəyə birinci verilir balıq və balıq yeməkləri, daha sonra toyuq, mal əti, steyklər, ən sonda xəmir və tərəvəz yeməkləri. Çoxlu çəngəl, bıçaq, qaşıq görürüksə narahat olmayaq, ən sondan başlamalıyıq. Ən kənardan içəriyə doğru. Ümumiyyətlə salat və isti yeməklər üçün çəngəllər 4 dişli olur. Bunlar çəkisinə və ölçüsünə görə fərqlənirlər. Balıq çəngəli 3 dişli olur. Steyk üçün çəngəllər isə dəyişir. 4, 3, hətta 2 dişli olan da var. Steykin bıçağı da fərqlənir. Ucu daha iti, kəsən tərəfi də daha kəsici olur. Gəlin biraz da çay mədəniyyətindən, qəhvə mədəniyyətindən danışaq. Nələri bilməliyik? Çay bizim həyatımızın bütün məqamlarında var. Qonaq evə gələndə də çayla qarşılayırıq, ziyafətin ortasında da çay verə bilərik, ən sonunda şirniyyatla da çay verə bilərik. Bütün dünyada necədir? Ya səhər vaxtı, desertdən sonra və yaxud desertdən eyni vaxtda verilir. Bizdə çay sərbəst, yaşıl kartı var. Qəhvə normalda günün istənilən vaxtında içilə bilər. Sadəcə tövsiyə olunur ki, yeməkdən öncə içilməsin. İştahı azalda bilər. Dünyanın müxtəlif ölkələrində müxtəlif cür yemək mədəniyyətləri mövcuddur. Koreyada masadakı ən yaşlı adam yeməyə başlamadan heç kəs yeməyə əl vurmur. O getmədən də masanı tərk etmək düzgün sayılmır. Efiopiyada hamı bir qabdan yemək yeyir. Burada ümumi qabdan özünə pay çəkmək təhqir sayılır. Çində və Yaponiyada yemək yeyərkən ağız marçıldatmaq normal sayılır. Bu yeməkdən məmnun olduğunun göstəricisidir. Yemək yedikdən sonra qabda biraz yemək saxlayırlar. Yoxsa ev sahibi qonağını kifayət qədər doydura bilmədiyini düşünər. Fransada isə boşqabdakı yemək axıracan yeyilməlidir. Sürətlə yemək isə kobudluq kimi qəbul edilir. Rusiyada yemək yeyərkən başqasının qabına baxmaq tərbiyəsizlik sayılır. Almaniyada isə yalnız çörəyi əllə yeyirlər. Qazaxstanda çayı fincanın yarısına qədər doldururlar. Çünki burada dolu fincan olduğunuz yerdən bezdiyinizi ifadə etmiş olur. Çin və uzaq şərq ölkələrində şorba necə yeyilib, qabı özlərinə tərəf qaldıra bilərlər. Çubuqla içindəki ərzaq yeyilir, daha sonra qab başa çəkilir və bu zaman aşırı səs evdəsinizsə ev sahibinə kompliment edirsiniz ki, yeməyiniz çox dadlıdır. Bəs ümumiyyətlə ofisiantın işinə kömək etməliyik biz. Bu qəbul olunandır, yoxsa bu yanlışdır? Tamamilə yanlışdır. Banket və ziyafətlərdə, rəsmi görüşlərdə ümumiyyətlə masada bütün xidməti ofisiantlar edir. Ev şəraitində belə deyək də, yəni kompota kim yaxında o süzə bilər. Yəni orada belə qonaq özü də. Əgər evdə qonaq varsa, birinci içkini həmişə ailə başçısı, ev sahibi süzür. Daha sonra hər kəs özünə də süzə bilər. Bəs yeməyimizin bitdiyini ofisianta hansı şəkildə bildirməliyik? Sözlə, yoxsa burada da müəyyən etiket qaydaları var ki, biz tutaq ki, çəngəl bıçağımızı necə qoysaq, o artıq biləcək ki, biz bunu bitirmişik və yaxud da bəyəndik, bəyənmədik. Bu nə işarə verir? Mən fasilə vermişəm. Qabıma toxunmayın, bir müddət sonra mən yeməyə davam edəcəm. Bu nə işarə? Birinci yeməyimi mən bitirmişəm, ikinci yeməyi verə bilərsiniz. Əgər çəngəl bıçaq saatın 9 və 3 istiqaməti arasında paralel bu qaydada qoyulubsa da, yemək çox dadlıdır. Bıçağın kəsən tərəfi çəngəlin iki dişinin arasında bu şəkildə birləşdirilmiş və arxalar aralı durursa da, bu yeməyi mən bəyənmədim, zəhmət olmasa götürün. Saatın 6 və 12 istiqamətində və yaxud da bir qədər mail. Yəni, mən yeməyimi bitirmişəm, bunları götürə bilərsiniz. Deyək ki, süfrə düzülüşünü bildik, yeməklərin yeyilmə qaydasını da bildik. İndi gəlir hesabı ödəmək məsələsi. Bunu hansı şəkildə həll eləməliyik? Əgər biz banketdəyik, toy, böyük bir korporativ məclisdəyiksə, bu təşkilatçısı var. Ev sahibi belə, sadə dildə desə, o ödəyəcək. Biz Azərbaycandayıq, bizim özümüzün bir mental dəyərlərimiz var. Burada hesab... Qadın-kişi məsələsi. Bəli, kişi bəy çalışır ki, hesabı özü ödəsin, amma xanım ödəsə səhv hesab olunmur. Ailə şəraitində valideynlərdən biri ödəyə bilər, ailə başçısı ödəyə bilər hesabı. Süfrə elə bir yerdir ki, burada biz öz yeməyimizi bölüşürük. Yəni, süfrə bir ailəni bağlayan ən böyük qüvvədir. Süfrədən bitirib belə o dəqiqə qalxmaq da düzgün deyil.
Etiket qaydaları vacibdir. Bunlar dediyimiz kimi qaydadır, amma qanun deyil. Yəni bu bizim istirahətimiz üçün nəzərdə tutulur. Sən demə, necə yediyimiz bizim mədəni səviyyəmizi göstərir. Bu isə başqalarında bizim haqqımızda təəssüratlar formalaşdırır. Odur ki, süfrə arxasında etiket qaydalarına riayət eləyək ki, yediyimiz canımıza nuş olsun, davranışlarımızsa ruhumuza.